Mən Ariflə həm yaşıdam, eynizdə bir dövrdə böyümüşük və gəncliyimiz də bir keçib. Hətta 1-ci Qarabağ müharibəsində onun fəallığı mənim yadımdadır. Döyüşmüsünüz hər ikiniz? Yox, o döyüşüb, mən onunla elə bir həmişə bölüşmüşəm bu şeyləri. Hacı Arif döyüşüb deməli. Bəli, Arif 1-ci Qarabağ müharibəsində döyüşüb. Mənə bir dənə mesajı var, hətta səsi də var. Bayaq çıxışımda orada qeyd elədim. Deyir ki, ana südü bitir, amma məhəbbəti bitmir. Ananın südü bitsə də məhəbbət. Bizi Arif o qədər sevirdi ki, Arif bizim aramızda olmasa da onun məhəbbəti bitməyəcək. O bu məhəbbətlə yaşayacaq. Deməli, çox maraqlıdır ki, həmişə Xəzərin barəsində söhbətlər edəndə harda su görürdüm, deyirdim ona ki, Arif, nədənsə dünyanın harasında bir dəniz görəndə sənin Xəzərimi xatırlayıram, onun göy mavi Xəzərim. Doğrudan da heç kəs bugünə qədər Xəzər barəsində elə bir möhtəşəm şeir yazmayıb. Hətta onun 50-lik yubileyində də Yazıçılar İttifaqında çıxışım olub, bu barədə danışmışam. Bizim arzularımız onunla 50 yaşından sonra daha böyük yaradıcılıqlar görməyimiz idi. Amma çox təəssüf ki, ömür vəfa etmədi. Amma özü bizdən ayrılsa da, mən belə hesab edirəm ki, o bir dövr üçün, bir əsr üçün yaranmayıb. Bütün dövrlərdə Arif xatırlanacaq. İnsan kimi gözəl insan idi. Şair kimi gözəl şair idi. Hər zaman sözlərin biz Bakı toyxanalarında ifa eləmişik. Dilbərim çuyuna Adəmliyə atdım gəldim. Mən bu əl çatmaz olan zirvəyə çatdım gəldim. Bəzi yolsuz yola gəlsin deyə çıxdım yoldan. Nə qədər qafili qəflətdən oyatdım gəldim. Arifəm, etmə məzəmmət ki gecikdim azacıq. Qanı məndən bir ürək vardı, yaşatdım gəldim. Azərbaycan söz sənətinə böyük bir itki oldu. Allah qəni-qəni rəhmət eləsin. Ailəsinə Allah səbir versin. Sevənlərinə Allah səbir versin. İnşallah ki, biz də cavan nəsil olaraq çalışacağıq ki, necə bura qədər həmişə həcnin qəzəllərindən ifa eləmişik. Bundan sonra da inşallah çalışacağıq ki, həcnin söz sənətini yaşadaq, bacardığımız qədər qoymayaq ölsün hər zamanda. Bundan gələn nəsillərə Arif bu zovnalı adını inşallah həmişə yüksək tutmağa çalışacağıq. Hacı Arif bizim üçün əvvəlan çox əziz, çox elə deyərdim doğma bir insan idi, bir insan kimi. Sonra da biliyi ilə, savadı ilə, şairliyi ilə, qəzəlləri ilə elə bir yol tapmışdı ürəyimizə ki, mən elə səmimi ürəklə deyim ki, Allah, mən elə bil ki, əziz doğma bir qardaşımı itirmişəm. Çox yaxın idik, çox tez-tez görüşürdük, məclislərdə də elə belə görüşürdük, mütaliə eləyirdim, mən ondan çox şey öyrənirdim. Əruzu gözəl bilirdi, ədəbiyyatı gözəl bilirdi.